müştərilərimizin bizə ən çox verdiyi suallardan biri də Gmail parolumu unutmuşam, onu necə bilə bilərəm? Bu videoda mən sizə başa salacağam. Sizin Gmail parolunuzu bilməyinizə ehtiyac yoxdur. Yəni köhnə parolunuzu xatırlamağa ehtiyac yoxdur. Onu necə dəyişmək olar? Ayarlar bölümünə giririk Android telefonlarda. Любой Android telefonda eləmək mümkündür. Redmi olsun, Samsung olsun, fərqi yoxdur, Android olsun. Ayarlar bölümünə giririk. Aşağı gəlib Google bölümünə giririk. Mailimizə, Gmailimizə, hansı ki Gmailimizin parolunu bilmək istəyiriksə, yəni onun parolunu öyrənmək istəyiriksə, dəyişmək istəyiriksə, ona daxil oluruq. Hesaba daxil oluruq. Belə bir bölüm açılır. Bu bölümdə Google şifrəsi deyilən bir yer var. Məlumatlarımızı saxladığı bir yerdir. Burada nə etmək lazımdır? Telefonunuza mütləq və mütləq ekran kilidi qoymalısınız. Yəni telefonu açıb bağlayarkən qoyulduğu koddur da, yəni bu. Ekran kilidi qoyandan sonra və yaxud da barmaq izi ola bilər. Məndə məsəl üçün barmaq izidir. Ekran kilidinizi daxil edirsiniz. Sizə şifrəni dəyişmək üçün icazə verir. Məsəl üçün şifrəni dəyişək. Şifrələri iki bölmədə doldurmaq zorundayıq. Üstə də, altta da 2 dəfə doldurmalıyıq. İkisi eyni olmalıdır. Eyni şifrəni yazmalıyıq. Sonra da şifrəyi dəyişdir sözünə basırıq. Şifrəniz dəyişdirildi. Sizin artıq Gmailinizin, bayaq seçdiyimiz Gmailin şifrəsi artıq dəyişildi. Belə telefonun içində olan Любой Gmail ilə bunu edə bilərik.